Çox yorğunam, amma davam edirəm. Ой да, солнце клонится к закату, выходи, честной народ, в хороводе нашем круге закружится не спеша. Bilirsiniz, bu yaxınlarda oturub düşünürdüm. Niyə biz həmişə nüvə silahlarından danışırıq? Biz niyə NATO'nun genişlənməsindən danışırıq? Hə? Niyə də niyə? Bunlar hamısı yalan söhbətlərdir. Həqiqət isə bax burada, mədəmizdə gizlənir. Salam dostlar, mən Vladimir Putinəm, Rusiyanın prezidenti. Bugünkü stand-upımda sizə dəxli olmayan məsələlərdən danışdığam. Baxın, məsələn, göyərçinlər. Heç fikir vermisiniz? Onlar heç vaxt asqırmırlar. Niyə? Çünki göyərçinlər əslində uzaqdan idarə olunan Wi-Fi ötürücüləridir. Mən dünən bir göyərçinə çörək verirdim. Mənə dedi ki, Vladimir, sən niyə corabları tərsinə geyinmirsən? Mən də ona dedim ki, bu mənim geosiyas stratejiyamdır. Sol corabım şərqdədir, sağ corabım isə qərbdə. Beləcə, mən hər addımda dünyanı tapdalayıram. Keçən gün Şoyguya deyirəm ki, gəl ordunu yığaq, gedək ayın o biri tərəfinə. Orada çox qəşəng turşu satırlar. Deyir ki, cənab prezident, orada oksigen yoxdur. Mən də dedim ki, ehtiyac yoxdur, biz rusuq, bizə ancaq kərə yağı və biraz da optimizm lazımdır. Həm də ayda vergi yoxdur. Başa düşürsünüz, Marslılar bizə sanksiya tətbiq edə bilməz, çünki onların bank kartları bizdə işləmir. Sizə bir sirr açım. Mənim stolum niyə uzundur? Çünki stolun o biri başında əslində mən yoxam. O biri tərəfdə oturan mənim gələcəkdən gələn süni intellekt versiyamdır. Həmin o süni intellekt mənə gələcəkdən xəbər gətirir. Deyir ki, 2070-ci ildə hamı ancaq rəqs edərək ünsiyyət quracaq. İndi təsəvvür edin, BMT-nin iclasında hər kəs breakdans edir. Trump qardaşım da məşhur rəqsini edərək hamını salamlayır. Bax, bu əsl diplomatiyadır. Bəli, miau. Çünki pişiklərin dünyanı idarə etdiyi bir reallıqda biz sadəcə onların qum qabını təmizləyən nökərləriyik. Mən dünən qərara gəldim. Bundan sonra bütün fərmanları mürəbbə ilə yazacağam. Əncir mürəbbəsi ilə. Çünki imza şirin olanda xalq da xoşbəxt olur. Təşəkkür edirəm, mən getdim balıqlarla şahmat oynamağa. Onlar çox güclü rəqibdir, həm də heç vaxt danışmırlar. Rus xalqı rəqsə qoşulun! Rəqs edik! Hamımız birlikdə rəqs edirik! Yaşasın, hamımız birlikdə! Ой, разгуляйся, народ! Собирайся в хоровод, солнце клонится к закату, отдадим поклон мы жатве, ноги сами в пляс идут, наши песни все цветут, все